Canım üçün bəxtəvər adamsınız. Görün sizi hara gətirmişəm. Görün sizi hara gətirmişəm. Bugün hardayıq? Bugün San Francisco'dayıq. Gördüğünüz körpüdə San Francisco'nun belə deyim simbol saytı. San Francisco, ümumiyyətlə Amerika Birləşmiş Ştatlarının 3-4 simbol varsa birisi körpüdür. Golden Gate Bridge. Burada San Francisco körfəzi. Belə. Söyle videomuz bura kadar idi. Sağ ol. Devam edeyim. 1770-ci illərdə falan bura İspanlar gəlir, bir kilsə qurur, San Francisco kilsəsi. Və o San Francisco kilsəsi belimdə bir misyonerlər də olurlar. Yəni burada xristianlığı yaymaq istəyirlər. Çünki buradakı yerli əhali balıqçılıqla falan peşmişandan keçinən yerli əhalidir və onlar arasında xristianlığı yaymaq istəyirlər. O misyonerlər gəlib burada San Francisco'da İtaliyada 1100-cü illərdə yaşamış bir müqəddəsin adıdır. Xristianlıqda müqəddəs hesab olunan bir şəxsdir. Onun adına burada bir kilsə qururlar. Plan Beşmişan. O San Francisco kilsəsi də vaxt keçdikcə artıq San Francisco'nun adına çevrilir və bu yerlərin adı ilə San Francisco adlandırılır. Belə bir maraqlı məlumat. Burada körpünün, San Francisco körpüsü, Golden Gate Bridge'in alt hissələridir. Ama üstüne çıxacağım. Oranı da göstərəcəm. Ayən narahat olmayın, ölməmişəm ama hər yeri göstərəcəm, hər yeri. Bəs nəyə görə buranın adı Golden Gate Bridge'dir? Körpünün adı. Yəni başqa ad tapmadılarmı? Bir babasının adını falan da qoya bilərdilər. Çünki bura gördüğünüz bura San Francisco körfəzidir. Digər tərəfdə artıq Sakit Okeandır və Sakit Okeanla San Francisco körfəzi arasındakı bu yeri Golden Gate adlandırırdılar. Türkiyədə İstanbuldakı o boğazdan ilham alınaraq adlandırılmış bir şeydir. Çünki San Francisco körfəzinin artıq Sakit Okeana çıxışını təmin edirdi bu qızıl qapı. Onun üçün də elə dedim ki, bura Golden Gate adlanırdı. Bunun üzərində tikilən bu 1930-cu illərdə artıq açılışı olmuş bu körpü də Golden Gate Bridge adlandırıldı. Bunu o vaxtın hərbiçiləri falan istəyirmiş ki, bu boz rəngdə olsun. Amma memar deyibdi ki, qanımı qaşığa qoyaram. Qanımı qaşığa qoyaram, balalarımı kəsərəm burada, doğrayaram. Bu olacaq narıncı rəngdə. Elə narıncı rəngdə də qalıbdır. Çıxaq yuxarıya, yuxarıdan al. Deyir, buradan keçmək, gör nə deyir, deyir ki, bir illik türmə ya da ki 10.000 dollar, 10.000 bu, yoxsa 10.000-dirsə ödəyərəm. Neyse 10.000 dollar cərimədir, yəni ödeyə bilərəm, problem deyil. Zarfət edim, 10.000-ə dünyanı gəzərəm. 10.000-ə dünyanı gəzərəm mən. Golden Gate körpüsünün yanında qəşəng yəni o belə park fason hər bir şey var. Bunun üstüne çıxırsan oradan daha qəşəng bir mənzərə çıxır. Gedək də qadam. İşimizin adı nədir? Gedək. Buradan da belə qəşəng bir mənzərə. Belə. Körpüd be. Körpüd. Bu zolaq Golden Gate körpüsü üstündəki bu zolaq Yesepet zolağıdır. Ora piyada zolağıdır. Ama bura Yesepet üzündür. Yesepet. Velik. Golden Gate körpüsünün arkasında da bu cür bir park var. Burada bir deniz mənzərəsi. Böyle bir şeydi. Aşağıda yani deniz deyəndə yani okean da artıq dəniz deyil. Okeana girməyə falan icazə var, yani isteyen girip orada hatta bir çimərlik de var, görürsünüz. Burada bir çimərlik de var. Evet.
Golden Gate Körpüsü. Orası burada bir tane büyük bir park var. Çok iyi çatdı, ne kadar alım. Hə. Tahmin parkdır. Park deyəndə yəni elə də, yəni meşə tərzi bir yerdir. Park, yəni park anlayışı biraz daha balaca anlayışdır. Bura biraz böyük yerdir. Həqiqətən də şəhərin içində bu cür parklara, bu cür park deyir, meşədir. Bu cür meşələrə görməyə çox öyrəşməmişik. Dedim ki, bura San Fransisko'da şəhərin düz mərkəzidir, yəni ən mərkəz yeridir. Amma sözünüz kimi inanılmaz bir yaşıllığı var, inanılmaz. Bu da San Fransisko'nun başka üzü, başka tarafı. Burada çimenlik var, burada çimenlik var. Burada San Fransisko'nun başka bir tarafı. Yani, həqiqətən də yani gördüğüm en rengarenk şehirlerden birisi olabilir. İnanılmaz rengarenk bir şehir daha, inanılmaz. Aha, karnaval var. Karnavala geldik işte. Ne var burada? 这是第9届的中秋节会，在我们这个瑞士区。那现在这样，政府的官员呢，我想刚刚米娅已经介绍过了，咱们一位一位把他们请上来。第一位呢，旧金山的市长Lori 在这边，然后OK，all right，Connie because Connie is here。 Güzel sözlerdi. Hi everyone, happy autumn moon! My name is Connie Chan, I'm District 1 Supervisor, proudly representing the Richmond. Welcome to here, to the 9th autumn moon. Pulsuz yemek verirsiniz. Bu SPB'deler de burada. San Francisco Polis Departamenti. SPB'de. Yəqin ki, GTA oynayanlar bu maşınları yaxşı tanıyırlar. Attı. Atamadı. Atasın. Bir dənə. O deyil. Gençler işləmir. Buralar Chinatown tərzi bir yerlərdir. Buranın Chinatown başqa yer olmalı daxildə ya. Burada elə hər tərəf eyni Chinatown havası var. Hər yerdə yəni Çincə yazılar. Tüyük dedi ya, ördək mi? Belə. Kimi San Francisco çok rengarenk şehirdir. Yani 500 metre o tarafından 500 metre bu taraf arasında dəhşət çok fark var. Yani tabii ki bir dünyadan ayrı bir dünyaya keçid edirsən. O qədər renkli bir şehirdir. Burada San Francisco'nun məşhur yerlərindən birisi olan, 3-4 tane məşhur yer var. Birisi olan Fisherman's Wharf. San Francisco'nun balıqçı bölgəsi buranın. Keçmişdə bura balıqçı qəsəbəsi olubdu. Sonra da evlərə, qəşəng bura turist gəlir, baca olur. Buranı elə eləyək. Belə turistik bir yer. Evləri falan görürsünüz. Bunlar vaxtında belə deyim, balıqçı evlər olubdu, balıqçı yerlər olubdu. Hal-hazırda da belə deyim, San Francisco'nun bu Fisherman's Wharf balıqçı bölgəsi. San Francisco'nun en turistik yerlərindən hesab olunur. O fırlanan şeydən, o çörtük kalisi, o şeydən, o hamısını bizdən uğrayıbdılar. Gəlibdilər deməli, görübdülər ki, bizdə bulvarda var axı bunlar. Gəlibdilər, görübdülər bulvarda var, o uğurdular, gəlibdilər, özləri də götürüb bundan edibdilər. Bundan bir də şeydə, İngiltərədə var, Londonda bir şey.
Hə, onu da hamısını bizdən oğurlayırlar. Gəlirlər, baxırlar, görürlər bizdə nə yaxşı şey var. Hamısını götürürlər və özləri edirlər. Görsən, bu da var. Şeytan çarxı deyirlər buna, nə deyirlər? Şeytan çarxı deyirsən. Belə bir şeytan çarxı düz Alcatraz mənzərəsində. Burada Alcatraz adası. Ada. Burada da mərzə girərəm ki, bu bibi Cənubi Amerikalıdır. Hola. ¿De dónde eres? Ecuador. Ecuador. Ah, bien. Gördün, dedim. Mərzə girərəm dedim, görsən, düz demişim. Ekvadordandır. Bilməsəm ölərəm. Bilməsəm, mən bunları qarış-qarış gəzmişəm. Qarış-qarış buralar. Bu Cənubi Amerikanı mən qarış-qarış gəzmişəm. Bilmirəm kim haralıdır. Dedim mi Cənubi Amerika? Cənubi Amerika özdə yəni şey nələrdə tutmur. Cənubi Amerika deyəndə mən heç vaxt həm Argentinanın şeyi demirəm. Yəni Ekvador, Bolivya, Peru buralar daha şeydir. O birisi Argentina, İspandır bildiyim. İspandır, İtalyandır, Almandır. Həm Braziliya bildiyim Portugaldır. Həm Çili, İspandır, Uruguay, İspandır. Nə bileyim başqa ara var. Hamısı yəni belə Avropalılar. Burada Pier 39 bu Fisherman's Wharf'da balıqçı kəndi deyək də, bu balıqçı kəndi deyək də, bunu uzatmayaq. Burada bu nədir onun adı? Pier 39. Pier demişdim də sizə Los Angeles'dan. Ay sizi Los Angeles'dan yadınızdadır məncə. Pier belə STK tərzi bir şeydir, bax görürsünüz. Hamısı bu, bütün bu STK adlarının hamısının adının bir adı var, nömrəsi var. Burada Pier 39 dağlarda üstünde olduğum yer. Buranı belə özəl edən şey nədir? Baca olur. İndi onu göstərəcəm. Buranı özəl edən şey var. İndi qabaqda göstərəcəm onu. Bütün bu suitlər çıxırlar burada. Uzanırlar orada. Dədələrin səsini çıxardırlar. Belə bir maraqlı bir yer. Pier 39. Qabağa gedək, qabaqda. Orada adan görürsünüz, orada ada var. O da Alcatraz'dır. Bura. Fisherman var. Pier 39, bura. Sadece niye uşaq sevmirsən? Şirkələr burada, Alcatraz orada. Amma Alcatraz'la hələ ki biz maraqlanmırıq. Nə ilə maraqlanırıq? Biz suitlərlə maraqlanırıq. Suiti də burada. Suitilər. Bunlar niyə suiti deyirlər? Çünki itlə normalda bir əlaqəsi yoxdur. Xasiyyəti, it xasiyyəti var. Məsələn, suda zadda yaşayırlar. O biri balıqlar bunlara deyirmiş ki, it xasiyyətin var da sən, yəni it xasiyyətin var, it kimi adamı tutursan filan. Ona görə də elə adı suiti qalıbdır. Burada da ocaq var. Nə ocağı? Gəlsə ocaq göstərəcəm. Burada öyle arzuzat tutublar, burada öyle deyirlər. Arzu tutublar bu qıfılzad bağlıdır. Bunun bizə mənə izləyənlər bilir ki, biz bunu qat-qat daha çoxlarını görmüş. Bu nədir ki? Şey yadımıza ya, Limada, Peru'da. Nə boydaydı o? Bu nə arzu elibdir ki? Səncə bu nə arzu elibdir ki, belə bir qıfıl asıbdır? Bu belə arzu olar ha. Yəni burada Fisherman's Wharf'da balıq yeməkləri falan. Amma dediyim kimi mən balıq yeməyi sevmədiyim üçün mən də dəniz məhsulu sevmirəm mən. Amma dənizi sevirəm. Taksilər bir sizə yəqin ki, bu taksilər yiyəsiz taksilərdir. Bunların sürücüsü olmur. Amma adı darıxarım olsun. Yəni təsəvvür elə bax, sürücüsüz taksidir bax belə. Oturanda ki onun yanında baş ağrısı olmasın, indi yolda gedir bir söhbət edir deyən adam olmadısa, onun başını bırak. O taksidən sənə xeyir gəlməz. O taksi, hara gelsən? Söz danışırdım hə. O taksiyə oturanda taksi şoför deməlidir ki, baş olma, bunu elə hobbisini görürəm, mənim özümün biznesim var. Bu nə deyəcək?
Buradan bura değil. Alcatraz. Buradan bura değil. Şu mümkün değil, qaçılması mümkün olmayan həbsxana falan. Al. Elə geçəndə mümkündür, elə geçəndə qaçırlar. Hoş söhbət. Şirdə Amerikan oyunları da hamısı. Yaxın. Yəni üstsən, dalğa hansı tərəfə vurur? Baxır da dalı həmin gün tutsan, küləyin istiqamətini hesablayıb polunu rahat-rahat gələ bilərsin. Siz önce bağlayıblar, işinizə yaramayacaq bu məlumat, amma hər ehtimal beyninizdə olsun da. Ay, belə dik olar hə. Valla. Lissabon'da, İstanbul'da falandı. Buralar yalan değil, uyandı. Lissabon bu. Dikləri, diki çox dikdi. Oh. Onun nəfəsi kəsir çıxanda. Bir şey olar hə. Dik demişkən, gördüğünüz yerde dünyanın en dolanbastı küçəsi olarak bilinen Lombard Street'tir. Aslında bu küçə bütövlükdə Lombard Street gedir, fikir verin. Uzanır belə yukarıdan aşağı. Bura isə en dolanbastı küçədir, çünkü 8 dənə belə necə deyim o dolanbazı var, belə fırlanır. 8 dənə dolanbazı var. San Francisco'nun Lombard Street, Lombard küçəsini görürsünüz. Aslında buna GTA oynayanlar GTA'dan bu küçüyə bələddirlər. Bu gördüyünüz küçüyə. Bura dediyim kimi Lombard Street adlanır, yəni Lombard küçəsi. Lombard'a heç nə vermirlər, adı elə gedir. Amma bu dikliyindən əlavə Lombard Street üzərində yerləşən bu dediyim aşırım bu Preval dünyanın ən kəskin döngələrindən birisidir və dünyanın ən əyri küçəsi eləyir. Hal-hazırda olduğum Lombard küçəsini gördüyünüz kəskin döngələr. Bu kəskin döngələr 8 dənədir. Və o 8 dənə döngə dediyim kimi Lombard Street'i dünyanın ən əyri küçəsinə çeviribdir. Maşınlar görürsünüz, maşınlar üstündür bura. Aslında GTA oynayanlar bu küçəni çox daha yaxından tanıyırlar. GTA oynayanlara çox yaxından bələddir bu küçə. Bu da Lombard Street'in ən yuxarıdan görüntüsü. Formadadır. Lombard Street'in ən yukarı nöqtəsidir bura. Buradan digər tərəfdən aşağı enir. Buradan da enir aşağıya. Bu formada bir yerdir. Lombard Street, Lombard küçəsi. Bəli. Tramvay da o, tramvaydır. Travması çox olan adamlara deyirlər. Deyəsən, travması çox, tramvadır o. Travması çox olan adamlara deyirlər, amma bunun adı tramvaydır. Travması çox olanda travmay deyirlər ona, amma belə olanda da tramvay deyirlər. Gedik. Küçə üzərində də, hansı küçə, Larkin üzərində də çoxlu sayda, nə bilim, narkomanlar, nə bilim, planlar, beşməkanlar yerləşir, belə deyim, buraların, yəni San Francisco'nun qaranlıq küçələrindən birisidir Larkin küçəsi. Çox həyatımda bu qədər toplu şəkildə gəzən homeless'lar bir arada görməmişdim. Peki bilmirəm, homeless deyəndə, yəni söhbət narkomanlardan gedir. Oğru, bandit, narkoman. Bu küçənin ən məşhurlarıdır bu gördüyünüz. Təbii ki, Amerikanın isti ştatlarının, isti bölgelərinin olmazsa olmazı nədir? Homeless'ları. Və bu gördüyünüz Larkin küçəsi üzərində bunlar həddi hesabı olmayacaq dərəcədə çoxdular. Və hamısı da, belə deyim, bomboş olmasalar belə mütləq şəkildə nəsə çəkirlər, nəsə iyiləyirlər. Elimdə belə gic bir vəziyyətdədirlər.
Bu da San Francisco'nun başqa bir tərəfi. Dediyim kimi, isti ştatlarda, isti bölgələrdə cənuba düşdükcə Amerikanın ümumiyyətlə, təkcə Amerika Birləşmiş Ştatları yox, bütövlükdə Amerikanın, yəni cənuba düşdükcə onun sayı da çoxalır. Çünki isti yerlərdə bombardların yaşaması rahatdır. Küçədə istədiyi kimi, yəni homeless deyə şey yoxdur. Küçədə istədiyi kimi yatır, isti havadır. Belə deyək, yəni bəlgesel dili ilə danışsaq olsaq, isti havalar onların artması üçün münbit şərait yaradır deyə bilərik. Dediyim kimi, buranın arxa küçələrində yer biraz gəzəndə onlara daha tez-tez rast gəlmək mümkündür. Görürsünüz, orada qumar oynayırlar, onu oynayırlar, bunu oynayırlar. Belə bir yerdir. San Francisco'nun arxa küçələri. Olduqca da təhlükəli yerlər sayılır buralar. Dərinə burada. Belə. Gördüyünüz tikili də Palace of Fine Arts adlanır. Belə deyim, incəsənət sarayı tərzində bir yerdir. Əslində bura 1960-cı illərdə tikiləndə buranı sərgi üçün tikirlər. Sərgi yeri kimi tikirlər buranı, amma sonra ətrafdakı binalar, ətrafda bir çox tikili olur o sərgi üçün. Sonra ətrafdakı bu bütün tikililər sökülür. Deyirlər ki, bunlar lazım deyil bizə, amma görürlər ki, çox yaxşı alındı bu. Maraqlı çıxdı, qəşəng çıxdı. Buranı saxlayırlar. Bir də ki, buranın ətrafında baxın, bu cür bir gölla əhatəliyiblər. Bu süni göldür, yəni təbii göl deyil. Bu cür bir maraqlı bir yerə çeviriblər buranı. Palace of Fine Arts, yəni San Francisco'nun buranın incəsənət sarayı tərzində bir yer. Yəni, belə bir maraqlı yerdir. Yəni, mənəm deyən binalardan, tikirlərdən çox daha gözəl alınmış bir yerdir. Buranı sırf sərgi üçün tikibdilər, yəni düşünürsünüz. Şeydir də, bu Eyfel qülləsində o sərgi üçün tikmişlər, sonra qalıb. O tərz bir söhbətdir, amma çox da tez-tez adına rast gəlinən bir yer deyil bura. Çox maraqlanmasan gəlib olmur heç. Amma yəni San Francisco haqqında falan oxuyanda, nə biləm filmlərə falan baxanda heç bura tez-tez rast gəlinən bir yer deyil. Yəni belə bir yerdir. Dediyim kimi maraqlı düzəldiblər. Bu şeyi xatırladır daha çox. Bu Yunan memarlığın Afinada falan bu cür binalıqda tez-tez rast gələ bilərsiniz, amma bu qədər sağlam qalmayıblar. Təbii ki, Afinadakılar artıq sökülüb-tökülüblər. Çünki onların yaşı bunun yaşından nə qədər qədimdir. Belə, gedək, vamos. Sonra deyirlər ki, Amerikada hamı fast food yeyib bütün gün yatır. Bunlar fast food yeyənə oxşamırlar arxadan. Bunların hamısı fast food yesələr belə bu əridirlər. Valla siz neçədən ştatda olmuş da bir yerdə. Hamısında az çox mənzərə yəni bu cürdür. Səhər saatları olur, dururlar, qaçırlar, hoppanırlar, tullanırlar. Belə deyim, fast food yesələr belə onu əridirlər. Yəni o şeylər var, o miflər var. Bunlar bütün gün fast food yeyib yatırlar ki, hamısı yağdılar, bütün ölürlər, qırılırlar falan. Hamısı bir mifdir, çünki kifayət qədər çox idman eləyirlər. Səhər bir qaçırlar, axşam bir qaçırlar. Belə. Neyse, hiss edirəm ki, artıq bu video biraz çox uzandı. Onun üçün də videonu elə burada yekunlaşdıraq. Ümid edirəm ki, San Francisco haqqında biraz da olsa məlumat sahibi ola bildiniz. San Francisco belə bir yerdir. Dediyim kimi, bu günə qədər gördüyüm ən rəngarəng şəhərlərdən birisidir. 500 metr o tərəfi ilə 500 metr bu tərəf arasında dağlar qədər fərq var. Çox rənglidir. Orada o var, burada o var falan.
Yəni tərifləndiyi qədər gözəl bir şəhərdir, San Fransisko şəhəri. Elə ümid edirəm ki, video sizin də xoşunuza gəldi. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə sağ olun.